Salam əziz həmkarlar. Çoxalma ontogenez dəyər test toplusu. Şimpanzenin X, Y və Z ilə göstərilmiş hüceyrələrin xromosom sayını tapın. Ümumilikcə, baxın, böyümə mərhələsində 2N 4C xromosom dəstinə malikdir. Meyoz 1-ə məruz qalır Y-də olur N2C, meyoz 2-də Z-də olur N-C. Bunun 2N-i 48-dir, yəni X-in 48-dir. Y-in N-ə düşüb yarıya olub 24, Z-in də olub 24. Toplayırsan 48 üstəgələ 24 üstəgələ 24. Bu deyil 20, 96. B bəndi. Siyahlı bitkilərin spermlər bilavasitə əmələ gəlir. Baxın, ümumilikcə siz bilirsiniz ki, bir sperm deyir. Ana hüceyrə bölünür, əmələ gətirir mikrosporları. Bu mikrosporların da hər biri öz içərisində bölünüb, vegetativ bir də generativ nüvə əmələ gətirir. Həmin o generativ nüvənin bölünməsindən spermlər inkişaf eləyir. Deməli, 2 oldu, C bəndi. 20 xromosomlu hüceyrədə meyoz yolla əmələ gələn hər bir hüceyrə neçə xromosom dəstinə malik olur? Bunun 2N-i 20-dir. N-ə düşür 10. Yəni, hər bir hüceyrə, çünki meyozda 2 dəfə azalır. 10 xromosom dəstinə malik olur. Mitoz zamanı bölünmə vətərlərin yaranmağa başladığı fazada baş verir, yəni profazada. Bölünmə vətərləri harada yaranır? Profazada. Nüvə pərdəsinin həll olması Y bəndi. Y bəndi profaza mərhələsində baş verir. Cümləni tamamlayın. Meyoz bölünmənin ikinci anafazasında mitozda olduğu kimi xromosom sayı 2 dəfə azalır, səhvdir, mitozda azalmır. Xromosom çarpazlaşması birinci profazadır. 2 ədəd qız hüceyrə yaranır, səhvdir, 4 dənə hüceyrə yaranır. Xromosomlar spiral olaraq yoğunlaşır, səhvdir. Hüceyrə qütblərinə bir xromatidli xromosom çəkilir, doğrudur. Çünki birinci anafazada tam xromosom qütblərə çəkilir, ikinci anafazada bir xromatidli xromosomlar. İnsan epiteli hüceyrəsinin həyat siklində baş vermir, epiteli mitoz bölünməyə məruz qalır. Xromosomlar hüceyrənin ekvator sahəsincə bölünməsi baş verir. Sitoplazmanın bölünməsi baş verir. 2 xromatidli xromosomlar hüceyrənin qütblərə çəkilməsi. Bu tam xromosom deməkdir. Tam xromosomun da qütblərə çəkilməsi meyoz 1-də baş verir. Epitel hüceyrəsində də meyoz bölünmə getmir. Bu deyir C bəndi. Üzürlü sayın. Şəkildə çoxhüceyrəli heyvanların embrional inkişafın hansı mərhələsi göstərilmişdir? Şəkildə verilib, bu blastula mərhələsidir. Mitoz bölünmənin metafaza mərhələsində hüceyrədə 38 xromosom olan metafaza 2N4C-dir. Bunun 2N-i 38-dirsə, N-i düşür 19. Bir yumurta hüceyrə N xromosom dəstinə malikdir. 3 yönəlti simcikdə 3N. Bu eləyir 4N. Sən 4-ü vuracaqsan 19-a. Bu da eləyəcək 76. C bəndi. Cədvələ əsasən X-i tapın. Bölünmə meyoz xromosom sayı 24. Əmələ gələn hüceyrələrin xromosom sayının cəmi. Bir meyoz bölünmə nəticəsində 4 hüceyrə əmələ gəlir. Xromosom sayı 24-dürsə qametə 12 düşür. Sən 4-ü vurursan 12-yə, bu deyir 48. Əmələ gələn hüceyrələrdə 48 xromosom dəstinə malikdir. Drozofil milçəyində zigota əmələ gətirən hüceyrələr. Zigota əmələ gətirir spermatozoid üstəgələ yumurta hüceyrə. Eyni genotipə malikdir, səhvdir. Mitoz bölünmə nəticəsində əmələ gəlir, səhvdir. Haploid xromosom düzdür, spermatozoid də haploiddir, yumurta hüceyrədə. Bu deyir C bəndi. 11. 20 xromosomlu diploid bitkini əmələ gətirən 4 spermdə cəmi neçə? Bunun 2N-i 20-dirsə, N-ə düşür 10. 4 dənə spermim var. Spermdə haploid xromosom dəstinə malikdir. Onu vurasdan 4-ə, bu da eləyəcək 40. Y bəndi. Sxemə əsasən yanlış bəndi müəyyən edin. Post embrional, bir də dolayı, bir də düzünə inkişaf. Gəlin baxaq. Məsələn, bir quşlar doğrudur, düzünədir. 2 məməlilər doğrudur, düzünədir. 3-ə verib sürünənlər dolayıya səhvdir. 4 suda quruda yaşayanlar dolayıdır, düzdür. 5 həşəratlar dolayıdır, düzdür. Doğru fikri müəyyən edin. Çiçəkli bitkidə dişi qametofit deyirsə, harada yerləşəcək?
yumurtacığın içərisində yerləşəcək. Y bəndi. Embrional inkişaf dövrü bütövlükdə ana orqanizmdə tamamlanır. Əlbəttə ki, plasentalı məməlilər bütövlükdə ana orqanizmdə tamamlanır. Bədənin qopmuş hissəsindən tam orqanizm inkişaf edə bilmir. Planari edir, süngər edir, dərsitikanlı edir, bağırsaq boşluqlu edir, amma kərtənkələdə edə bilmir. Heyvan orqanizmində ontogenezin böyümə mərhələsində. Böyümə mərhələsi 2N, 4C xromosom dəsti, 4D də DNT dəsti olur. Böyümə mərhələsinin sonunda hüceyrədə 104 DNT molekulu varsa, yəni 4D bərabərdir 104, D də bərabərdir 104-ü bölürsən 4-ə. Gəlin görək nə düşür? 104 bölünsün 4. Bu da eləyir 26. Aha, bu canlının yumurta hüceyrəsində neçə xromosom? 26 haploiddir, elə 26 xromosom olacaq. Çünki yumurta hüceyrən haploiddir. Qrafikə Y ilə işarələnmiş, Y-də baxırsan ki, C-dən olub 2C-yə. Nə baş verib? Deməli, DNT təkilmiş özünü ikiləşdirib Y bəndi. 2N bərabərdir 14 xromosomlu bitkinin mayalanmadan bilavasitə əvvəl rüşeym kisəsində olan hüceyrələrdə cəmi neçə xromosom var? Sperm rüşeym kisəsinə daxil olmayıb. Bax, 2N 14 isə N-ə düşür 7. Və spermdə daxil olmayıbsa, 4-ü yuxarıda, 4-ü aşağıda hüceyrə var. 7-ni vurursan 8-ə, bu da eləyir 56. A bəndi. Çiçəyin erkəkciyində bilavasitə meyoz bölünmə əmələ gəlir. Erkəkciyində meyoz bölünməklə, yəni meyoz bölünmədən əmələ gələnlər mikrosporlardır. Cədvələ əsasən hüceyrələrin müvafiq olaraq bölünmə keçirdiyini müəyyən edin. Məsələn, K-ya baxırsan 40-dan düşüb 20-yə. Yəni, sintetik mərhələdə xromatid sayı, hüceyrədə olan xromosom sayı. Bax, 2N 4C. Bunun 4C-si 40-dırsa, 2N 20-dir. 20 xromosom sayı deməli dəyişməyib. 20-dən 20-yə gedib. Deməli, bu mitozdur. 240-dan 60-a gedib, xromosom sayı bölürsən 4-ə, 6-ya düşüb. Deməli, bu meyozdur. Çünki 4 hüceyrə əmələ gəlir. 60-dan 15-ə gedib, yenə 4-ə böləndə düşür meyoz. Deməli, bu da meyoz. Çünki bir ana hüceyrədən 4 dənə hüceyrə əmələ gəlir. Bu da eləyir B bəndi. Sxemdə hansı rəqəmlə qeyd olunmuş hüceyrənin bölünməsi zamanı qütblərə 2 xromatidli xromosomlar çəkilir? Bu meyoz 1-ə məruz qalan, bu da yetişmə mərhələsində 4-dür ki, meyoz 1-ə məruz qalır, 5-dir ki, meyoz 2-yə məruz qalır. Bu da eləyir D bəndi. Parçalanma mərhələsində yumurta hüceyrə tam bölünməyə məruz qalır. Nəticədə bərabər ölçülü blastomerlər, neştərçələr, dərsitikanlılar, bir də ali məməlilər. Bu da eləyir B bəndi. Yumurtalığın yetişmə zonasına daxil olmuş 4 ilkin cinsiyyət hüceyrəsində bu zonanın sonunda neçə yumurta hüceyrə? Bir başlanğıc hüceyrə daxil olanda bir dənə yumurta hüceyrə əmələ gəlir. 4 başlanğıc hüceyrə daxil olsa 4 dənə yumurta hüceyrə əmələ gələcək. Bir dənə başlanğıc hüceyrə daxil olanda 3 yönəlci simciyə əmələ gəlir. 4 başlanğıc hüceyrə olanda 3-ü vurursan 4-ə 12 dənə yönəlci simciyə əmələ gəlir. Bu da eləyəcək A bəndi. Eyler-Venn diaqramına əsasən uyğunsuzluğu müəyyən edin. Fragmentasiya ilə çoxala bilər, planari doğrudur. Daha sonra süngərlərdə hər ikisidir, doğrudur. Maya göbələyi tumurcuqlanma yoludur, doğrudur. Bağırsaq boşluqlar hər ikisi doğrudur. Dərsitikanlılar verib tumurcuqlanma, dərsitikanlılar tumurcuqlanma deyil, fragmentasiyadır, Y bəndi səhvdir. Nüvə şirəsinə nə zaman sitoplazma qarışır? Nüvə şirəsinə interfazada yox, stekonezdə yox, interfazada yox, interfazada yox. Hüceyrə bölünməsinin əvvəlində. Siyahili bitkilərdə tozcuğun əmələ gəlməsi zamanı meyoz bölünməyə məruz qalır. Bir ana hüceyrə meyoz yolla bölünür, 4 dənə mikrospor əmələ gətirir. Həmin bu 4 dənə mikrosporların da içərisindən hər birindən 2 dənə sperm mitoz yolla əmələ gəlir. Deməli, tozluqdakı ana tozcuq hüceyrə. Siyahili bitkidə deyir, İnsan orqanizmdə ektoderma mənşəlidir. Dişin mina qatı, dərinin derma qatını çıxırsan, qan damarlarını çıxırsan, dişin mina qatı ilə sinirlər,
ektoderma mənşəlidir. Səhv bəndi müəyyən edin. Xromosom yığımına malik hüceyrə baş verə bilər. Aha. Məsələn, N xromosom yığımına malik olan hüceyrədən meyoz bölünmə baş verə bilər. Bu səhvdir. Çünki 4 dəfə azalma gedir. N özü haploiddir. Azala bilməyəcək axı. Bu deyir B bəndi. Meyoz bölünmədə DNT-nin ikiləşməsi baş verir. Birinci meyozdan əvvəl interfaza mərhələsində C bəndi. Birinci ilə ikinci arasında interfaza olur, amma DNT özünü ikiləşdirmir. Məməli heyvanın toxumluğunun 100 hüceyrə əvvəlcə bir dəfə mitoz yolla bölünmüş və əmələ gələn hüceyrələrin hər biri də meyoz bölünmə keçirmişdir. 100 hüceyrə mitoz yolla bölünüb sayı 2 dəfə artıb, olub 200 hüceyrə. Meyoz nəticəsində də 4 dənə hüceyrə əmələ gəlir. 200 də vurursan 4 eləyir 800. Deməli, ümumi 800 dənə sənin qametin var. A bəndi. Şəkildə təsvir edilmişdir. Şəkildə təsvir edilən telefazadır. Heyvan hüceyrəsində mitoz xaricdən özdə buğumlanıb bölünür. Deməli, heyvandır. Mitoz bölünmənin telefaza mərhələsi A bəndi. Yanlış fikri müəyyən edin. Öz-özünə tozlanan diploid xromosom yığımlı birləpəli bitkilərdir. Aha. Zigotun xromosom sayı yumurta zigot eləyir 2N, yumurta ceyri N. 2 dəfə çoxdur, düzdür. Endosperm üçün triploid, düzdür. Tozcu dişici ağzına düşərək cücərir, düzdür. Sperm qamçısız olduğu üçün aktiv hərəkət edə bilmir, düzdür. Tozcuq borusu erkəkcik saplağı ilə birləşir, səhvdir. Boru dişidə əmələ gəlir. Toyuğun somatik hüceyrəsinin xromosom müxtəlifliyi N. Toyuq 2N'dir, yəni 2N N verib. Qametində autsom xromosomunun səndən nisbətini soruşur. Qametdə haploid xromosom düşür. Sən ümumi, məsələn, somatikdə də N çıx 1-lə tapırsan, N çıx 2 ilə tapırsan, qametdə də N çıx 1 ilə tapırsan. Sən ümumi somatik N-dən 2-ni çıxmaqla qametdə olan autsom xromosomu sayını tapa bilərsən. Bu ümumi düsturdur. B bəndi. Məməli heyvanın spermatogeniz prosesində böyümə və yetişmə mərhələsində DNT-nin miqdarının dəyişmə qrafiki göstərilmişdir. Qamet haploiddir. Burada da haploid N 19-dur. A bəndi. Səhdə tozcuq girəcəyi dişiciyin yumurtacığında olur. C bəndi. Toxumluğun yetişmə mərhələsini əks etdirən sxemdə X, Y, bir də Z. Bax, bu üçü də yetişməyə əks etdirir. Hüceyrədə xromosom sayının düzgün müqayisəsinin verildiyi bəndi müəyyən et. X-də 2N 4C'dir, girəcəkdir. Y birinci meyoza əmələ gəlib N2C, Z-də ikinci meyoz NC. Xromosom sayları hamısında 2N böyükdür, X böyükdür Y-dən, Y də bərabərdir Z-ə. Bu deyir B bəndi. İndi burada nə deyir? Toxumluğun yetişmə mərhələsini əks etdirən sxem verilib. Düzgün fikri tapmalıyam. X və Y göstərilmiş hüceyrələrdə xromosom sayı eynidir. Səhvdir. Birində 2N'dir, birində N'dir, birində N'dir. Y ilə göstərilmiş hüceyrə bölünəndə homoloji xromosomlar arasında konjugasiya prosesi gedir, səhvdir. Meyoz 1-ə X məruz qalır, Y onlardan əmələ gələndir. Y ilə göstərilmiş hüceyrədə xromosom sayı xromatid sayına bərabərdir, səhvdir. Z ilə göstərilmiş hüceyrədə xromosomlar 2 xromatidlidir, səhvdir. X ilə göstərilmiş hüceyrə, bax bu, meyoz 1-ə məruz qalır. Hüceyrə qütblərinə 2 xromatidli xromosom çəkilir, doğrudur. Mezoderma mənşəli deyil, mezoderma. Sümük, burada sinir sistemi ektoderma mənşəlidir. Mezoderma mənşəli deyil. İnsanın cinsiyyət vəzilərində qametogeniz zamanı hansı mərhələ və mərhələlərdə haploid xromosom yetişmə mərhələsində Y bəndi? Heyvan orqanizmində toxumluğun qametogeniz zamanı hansı mərhələ və ya mərhələlərdə hüceyrədə DNT molekulunun replikasiyası, ikiləşməsi baş verir? Çoxalma mərhələsində baş verir, çünki mitoz bölünmə gedir. Mitozdan əvvəl interfazada baş verəcək. Bir də böyümə mərhələsində, çünki interfaza baş verir. Bu deyir 1-dən 2 yetişmədə baş vermir. Cədvəldə verilmiş toxumu əmələ gətirən yumurtacıqdakı mayalanmamış yumurta hüceyrənin xromosom sayını tapın. Endosperm M-dir, rüşeym də N-dir. Yumurta hüceyrə də N-dir.
Məsələn, M 3-dür, M-də 2-dir. 3-dən 2-ni çıxmaqla mən 1 N-i yumurta hüceyrəni tapa bilərəm. Bu deyir M çıxılsın N. D bəndi. Bədxassəli şişlərə aid deyil. Metastaz verir düzdür, insanı arıqladır düzdür, sürətlə böyüyür düzdür, orqanizmi zəifləyir düzdür, toxumaları dağıtmır səhvdir. Bədxassəli şişlər toxumaları dağıdır. Xoşxəssəli şişlər toxumaları dağıtmır. Çiçəyin yumurtacığın 2 qat mayalanmada bilavasitə iştirak edən hüceyrədə xromosom cəmi M olarsa, 2 qat mayalanmada iştirak edən hüceyrələrdə deyir. M bərabərdir 2 mərkəzi hüceyrədir, yəni 2 xromosom dəsti. Üstə gələk, bir dənə yumurta hüceyrə haploid, 2 dənə də sperm. 2-nin üstünə 1, 3, 3-ün üstə 2, 5. 5-i tapdım burada. Yumurta hüceyrənin xromosom sayı N olarsa, N də bərabərdir yumurta hüceyrə 1-dir. Bu yumurtacıqdan əmələ gələn toxumun endosperm hüceyrəsindəki neçə xromosom? Endosperm 3N-dir. Yəni sən bilirsən ki, endosperm 3N xromosom dəstinə malikdir. İndi səndən nəyi soruşur? Məsələn, sən 3-ü necə tapa bilərsən? 5-in üzərinə 1 gələrsən 6, 6-nı da 2-yə bölərsən taparsan 3. Bu deyir C bəndi. Dişiciyin yumurtalığının yumurtacıqlarında ruşeym kisəsində mayalanmadan bilavasitə əvvəl cəmi 63 hüceyrə olarsa, bu yumurtalıqda 2 qat mayalanmada maksimum neçə erkək qameti iştirak etməlidir? 63 hüceyrə deyir. Bax, 3-ü yuxarıda aşağıda 6, bir mərkəzi hüceyrə 7. Spermdə daxil olanda eləyir 9. 63-ü bölürsən 9-a tapırsan 7. Deməli, haploid sayın sənin 7-yə bərabərdir. Erkək qamət, 2 dənə də erkək qamətin var, 2. 2 vurulsun 7, bu da bərabərdir 14. Deməli, D bəndi. İndi burada nəyi soruşur? Dişiciyin yumurtacığında yenə 63-ü böldün 9-a, elədi 7. Neçə hüceyrə iştirak etməlidir? Hüceyrə deyir. Sən də bilirsən ki, bir dənə yumurta hüceyrən, 2 dənə spermin. 7-ni vurursan 3-ə, bu deyir 21. Bu delədir D bəndi. 45-ə qədər işlədik.